Bakı Dövlətdə bakalavr təhsilini bitirmişəm, coğrafiya müəllimliyi üzrə. Ondan sonra Macaristanda kartografiya magistr təhsili almışam. Daha sonra Azərbaycana bir il qayıdıb, sonra doktorantura üzrə müraciətlərimi elədim. Doktorantura üzrə Macaristan və İsveçrəyə qəbul olmuşdum. Macaristanda artıq olduğum üçün İsveçrəyə gəldim. İsveçrə həqiqətən də təhsilə çox önəm verir və burada doktoranturalar başqa ölkədən magistrantlar qədər çoxdur. Çünki İsveçrəyə məsələn magistr təhsili ilə gəlmək istəsəniz təqaüd demək olar yoxdur. 1 və deyək ki 5 təqaüd taparsınız, amma doktorantura təqaüdü çoxdur. Bir fakültənin bəlkə olar 20 nəfər magistrantı, amma bir fakültənin 40-dan çox doktorantı var. Burada magistrantlar normal qəbul olunur, bəzən işçi kimi başqa şirkətlərdən göndərilir, amma doktorantlar universitetin işçiləri sayılır və onlara xüsusi maaş ayrılır, hər biri dövlət səviyyəsində qorunur. Onların artıq illərinin belə deyim, təkmilləşmiş bir sistemi var. Bizim ölkəmizdə təbii ki, ora gəlib çatmasına müəyyən bir illər olduğunu düşünürəm. Bura bizim mətbəximizdir. Burada gördüyünüz bütün stəkanları götürüb kofe, çay içib, sonra gətirib yerinə qoya bilərik. Hər götürülən şey götürüldüyü kimi yerinə gətirilməlidir. Bir də burada xaladenik var. Gətirdiyimiz günah təyməni və s. saxlama olur. Bir də süd, kofe alanlar üçün. Gəlməmişdən öncə də qayıtma açığı düşünmürdüm. Çünki sahə biraz necə deyim, peyk şəkillərlə əlaqəli olduğuna görə bizim geri dönüşdə artıq çalışa biləcəyiniz yerlər çox limitlidir. Magistr təhsilində qayıtdığım zaman çox çətinlik çəkmişdim iş tapmaqla bağlı. Tapa bilmədiyimə görə doktorantura təhsilini almağa qərar vermişdim və doktoranturaya getsəm əgər artıq həmin ölkədə qalıb orada da iş tapmağı planlayırdım. Bu il sonuncu ilindəyəm. Əslində doktorantura İsveçrədə iş kimi nəzərə alınır. Mən bura gəldiyim zaman İsveçrə dövlət təqaüdü ilə gəlmişdim. Təqaüd 3 il ərzində davam edir. 3 ildən sonra mənim supervizorum, doktorantura elmi rəhbərim məni işə götürdü. Burada universitetdə təxminən 4 il işlədim. Həm təqaüdlü, həm də işçi idim. 4 ilin sonunda artıq hər bir elmi sahənin özünə məxsus büdcəsi olur. O büdcə bitdikdən sonra kontraktım yenilənmədi. O vaxtdan etibarən açığı iş axtarıram. Çünki burada doktorantura təhsili alsanız belə yarım ştat olaraq çalışa bilərsiniz. Çox zaman məlumatlar rus dilli mənbələrdən olur. Bizim dildə məlumat demək olar yoxdur. İngilis dili mənbələri bəzən ənənəvi sahələr üzrə gedən rəhbərlər qəbul eləmir. Onlar daha çox rus dilli mənbələrə meyil göstərirlər. Bizim dilə tərcüməyə o qədər də meyilli deyirlər. Bu problem olur. Bir də bəzən məsələn məlumat axtarırsınız, deyək ki, iqlim sahəsində temperatur məlumatı. Bu məlumatın təqdim olunması üçün çətinliklər çıxa bilir. Statistika komitəsindən bəziləri paylaşılır, amma bəzən sizə lokal məntəqənin məlumatları lazım olur ki, bu ya uzun çəkir, ya da axırda o məlumatı əldə edə bilmirsiniz. Mən magistr təhsilim zamanı magistr işimi Şəki üzrə yazmışdım və mənə Şəkinin Qars təbəqəsinin məlumatı lazım idi. O məlumatı bizim mənbələrdən tapa bilməmişdim, amma xarici saytlardan birinə tələbə olaraq müraciət etmişdim. Onlar mənə açıq şəkildə təqdim edilmişdilər. Gecə həyatını sevirsinizsə, burada yoxdur. Burada dinamik olan həyatın əsas səhər hissəsidir. İşlərini çox sevirlər, işlərini dəqiqdirlər. İndi səhər tezdən dururum mən də. İşimə başlayıram. Əgər ofisdəyəmsə, ofisə gedirəm, evdəyəmsə, evdə qururam işimi. Ondan sonra
qanunla günortaya fasilə verməlisiniz, axşam işi dayandırmalısınız və qanunla 6-cı bazar günləri işləyə bilməzsiniz. 6-cı günlər işləyə bilərsiniz. Amma maraqlı olan odur ki, bunda insanlar iş saatı bitən kimi hər şeyə bağlayırlar, ailələri ilə vaxt keçirirlər və yaxud da qısaca belə çıxırlar təbiətə, orada gəzməyə gedirlər. Burada istənilən bir belə deyim, kənar balaca bir yol götürsəz, təbiətin içindəsiz. Mən də ən çox ondan xoşum gəlir. Elə marketin özünə gedəndə də yolumu çayın kənarı ilə salıram. Oradan gedirəm, gəlirəm. İnsanın biraz ruhu açılır.